Axırıncı seyir əziz abituriyentlər, bildiyiniz kimi bugün ötən ilin məzunlarının imtahanı var idi 6 aprel. İmtahanın qrammatika və mətn hissəsinin cavablarını yoxlayacağıq bir yerdə. Başlayaq elə qrammatik suallardan. Gördüyünüz kimi imtahan elə ikisi və 9 olan imtahanla demək olar eyni səviyyədə idi. Heç də çətin deyildi, asan səviyyədə idi. 7-ci sual kompleks objekt mövzusudur ki, want biz bilirik 3-cü qrup feildir. 3-cü qruplardan sonra kompleks objekti biz necə qoymalıyıq? To-lu qoymalıyıq. Yəni Y bəndi düzgündür. 8-də we usually go by nəqliyyat vasitələri by ilə işlənərsə demişik ki, artikeldan istifadə eləmirik. We usually go by train, but today we were taking. Təbii ki, burada bas sayıla bilən isim olduğuna görə artikel qoymaq lazımdır. We were taking the bus. Cavabımız olur. Y bəndi düzdür. 9-a baxaq. The teacher asked questions. Kəmiyyət göstəriciləri mövzusudur. Çox sadə bir tezdir. Questions sayıla bilən cəm isim olduğuna görə much və a little'dan istifadə edə bilmərəm. Many və a few olacaq. Yəni B bəndi düzgündür. Davam edirik. 10-cu sual agreement mövzusudur. Mübtəda xəbər uzlaşması. Mübtədan burada the climate, iqlim deməkdir. Tək olan isimdir. Tək olan ismin xəbəri də tək olmalıdır. Zaten burada 4 dənə variantı cəm veriblər. Bir dənə tək var. Ona görə B bəndi elə düzgün variantdır. 11-də düzgün pronoun istəyir bizdən. Fikir verin, burada aslı və müstəqil yəli əvəzlikləri verilib. Yəni isimli və isimsiz. Birinci tərəfə baxsaq, phone-dan və isimdir. Bura mən aslı yəli qoymalıyam. And I gave him ikinci tərəfdən öpülədən, yəni buraxılmış hissədən sonra isim yoxdur. Bura müstəqil qoymalıyıq. Bu varianta da bir dənə B bəndi uyğun gələr. 12-yə baxaq. Make up sentence deyir. 12-də deməli burada tabeli mürəkkəb cümlə verilibdir. Ona görə 2 dənə cümlə olacaq. Yəni variantla işləsəz daha yaxşı olar. Burada D bəndi daha düzgün olur. Deyir ki, it was snowing when the guests arrived. Yəni qonaqlar gələndə qar yağırdı deyir. Cavabımız olur burada D bəndi. Daha düzgün variant D bəndidir. 13-ə baxaq. The museum is far from-la işlənir. Söz önü mövzusundan bilirik ki. If you go there, ayaqla getmək on footdur. Yəni C bəndi düzgündür. 14-ə baxaq. 14-də məlum növə çevir deyir cümləni. They picked up bananas in the forest. Biz məlum növdə olan cümləni məhsula çevirərkən ilk öncə tamamlığı tapırdıq. They mübtədadır, picked up xəbərdir, bananas da tamamlıqdır. Yəni cümlə bananasdan başlayır. Cümləmizin zamanını müəyyənləşdirək. Picked up keçmiş sadə zamanda olan xəbərdir. Keçmiş sadə zaman məhsul növə necə düşür? Was və üstə participle to olaraq düşür. İndi bizdə gətirdiyimiz tamamlıq, yəni məhsulun mübtədası cəm isim olduğu üçün biz də bura were yazacağıq. Were üstə gəl, picked up. Picked up. Yəni burada cavabımız olur A bəndi. Biz bilirik ki, keçmiş sadə zamanda bindən istifadə eləmirik. Bin bitmiş zamanda məhsulda istifadə olunur. Cavabımız olur A bəndi. 15-ə baxaq. Sinonimlər cütünü istəyir bizdən. Simple hard bu antonimdir, asan çətin, early late antonimdir, dangerous təhlükəli, harmless zərərsiz, təhlükəsiz. Anxious worried ikisi də narahat deməkdir. Sinonimdir, düzdür. Rude kobud, polite nəzakətli deməkdir, bu da antonimdir. 16-ya baxsaq, have feili verilib. Have feili əsas feil kimi istənilən zamanda işlənə bilər, biz bilirik ki. Burada da zaman zərfimiz var. Yes'dir. Keçmiş sadə zamanın zaman zərfidir. Have feilinin keçmiş zamanda have əsas feil kimi. Keçmiş sadə zaman forması nədir? Had. Qaydasız feildir. Keçmişdə had olur. Keçmiş sadə zamanda. Cavabımız burada A bəndidir. Davam edirik. 17-də you should stay at home, you are ill. Bağlayıcı testidir. Bağlayıcını, düzgün bağlayıcını qoymaq üçün hər iki cümləni düzgün şəkildə tərcümə etmək lazımdır. Deyir ki, gərək evdə qalasan, you are ill, xəstəsən. İki cümləni burada çünki bağlayıcısı ilə daha düzgün formada bağlamaq olar. Because you are ill. Çünki səbəbin deyir, xəstə olduğunu deyir, ona görə də evdə qalmalısan. 18-də modal feil testidir, çox asan formada salınıb. Elə qrammatik səhvləri çıxsaq variantlar qalır. Biz bilirik ki, have to modal feilinin sualı inkarı özü ilə düzəlməz, köməkçi feillər vasitəsilə düzələr. Yəni have to-ya not artıra bilmərik.
To be able to modal fe'lidir. Həmişə to ilə işlənir. Aren't able to olmalıydı ki, to'su yoxdur. Burada cavabımız 3, 4 A bəndidir. Davam edirik. 19'da. Those flowers look than these ones than sifət testidir. Dərəcələri yəni. Than sifətin müqayisə dərəcəsinin göstəricisidir. Və burada good sifəti verilib. O da irregular adjective, yəni qaydasız sifətdir. Kökündən dəyişib dərəcələrə düşür. Good'un müqayisə dərəcəsi betadır təbii ki. Cavabımız C-dir. Çox sadə bir testdir. 20'də sual cümlələri mövzusuna aiddir. Interrogative sentence. Diqqət edin, burada söz sırasına sual cümləsi verilibdir. Sadəcə fikir verin. Biz normalda bilirik ki, sual cümləsində sual sözündən sonra köməkçi feil gəlməlidir. Nə vaxt köməkçi feil gəlməz? Mübtadiyə və onun təyininə sual verəndə bizdə də birbaşa xəbər gəlirdi. Köməkçi feil yoxdur. Deməli, biz ya mübtadiyə, ya da onun təyininə sual vermişik. Mübtadiyə nə ilə sual verə bilərəm? Who və what-la. 21'də tək isimlər cütünü istəyir bizdən. Weather hava sayılmayan isimdir. Face də burada üz deməkdir. Sayılan tək isim olduğu üçün təklərdir. Yəni burada A bəndi elə təklərdir. Months burada S var. Fit, food fit olur. Cəmdədir. Years cəmdədir. Days cəmdədir. A bəndi düzgündür. 22'də exclamatory sentence nida cümləsidir. Deməli, nida cümlələrində ilk öncə xəbərin mübtadadan öndə gəldiyi variantları çıxsaq, Y bəndində də students'ın cəm isim olduğunu görürəm. Qabağında artikel olmaz. Bunu da çıxırıq. C-D arasında qalanda fikir verin. C bəndə the students are yazılıb. Cümlədə yalnız bir dənə mübtada var. Bu how-nun qaydasıdır. What-da cümlədə həmin isim olur. Həmin isimdən başqa bir dənə də mübtada olur. Yəni D bəndi düzgündür burada. Mətnimizə baxaq. Tasmania is the smallest island state. Australia is home to about 500,000 people. Avustraliyanın ən kiçik ada şəhəri olan Tasmania yarım milyon əhaliyə ev sahibliyi eləyir. Yəni əhalisi o qədərdir. Yəni Tasmania haqqındadır qısaca. 23'də the people on the island, yəni adadakı insanlara aid olan cümləni tamamlayırıq. Created a state in Great Britain. Yəni Böyük Britaniyada bir ölkə yaratmışlar. Təbii ki, Böyük Britaniyada değildi Tasmania, Avstraliya ərazisində idi. Ona görə də onlar Tasmania become a state. A few years later Tasmania become a state of Australia. Yəni Avstraliyanın bir ştatı oldu. Ona görə də bir səhvdir. Changed the name of the island, adanın adını dəyişdilər. Bu da düzdür. Həmin o Tasmania əhalisi burada. Tasmania after the name of its explorer Tasman. Düzdür. Yəni onu kəşf edən Tasman, Abel Tasman tərəfindən kəşf olunur ki, onun adı ilə adlandırılır. Deməli adanın adını da dəyişirlər. 2 düzdür. Mainly live in the southeast and north, cənub şərqi və şimalda yaşayırlar. Əsasən oranın əhalisi. Bax, əvvəldə deyir, baxın, most of the people live in the southeast and the north, şimalda və cənub şərqdə yaşayırlar. 2, 3 düzdür. Avoid working in the fields like IT and tourism. IT və turizm sahələrində işləməkdən boyun qaçırdırlar, uzaq dururlar. Bu avoid sözü burada səhv verilibdir. Çünki onlar əsasən burada fikir verin 3-cü paragrafda. Today the Tasmanians work in service industries such as communication, IT and tourism. Tasmaniyalılar əsasən sənaye sahəsində, əlaqə, IT, turizm sahələrində çalışırlar. Ona görə 4 səhvdir, 2-3 düzgün variantdır, yəni B bəndi. Davam edirik. 24'də nə deyir? Which statements are true according to the passage? The first colony in Tasmania was established by the Dutch. Yəni Hollandlar tərəfindən ilk dəfə Tasmaniyada ilk koloniyanın əsası qoyulub. Bu səhv variantdır. Çünki orada ilk koloniyanın əsası qoyulubdu Britaniyalılar tərəfindən. Bax, burada qeyd edib şagirdimiz. The British founded, found establishing sinonimidir. Əzasını qoymaq. Britaniyalılar ilk koloniyanın əsasını 1803-cü ildə bu adada qoyublar. Ona görə bunu səhv veriblər. Sadəcə adanı kəşf edən Abel Tasman Dutch idi. Oranın əsasını, yəni ilk koloniyanın əsasını qoyanlar deyildi. The native people were involved in the government after the Black Wars. Yəni bu qara müharibələrdən sonra oranın yerli əhalisi hökumətə
cəlb olundu. Yəni hökumətdə fəaliyyət göstərməyə başladılar. Amma bu qara müharibələrin nəticəsini burada veribdi. Baxın, Black Wars'dan danışdı. Sonra when those wars ended, yəni bu müharibələr sona çatanda there were no native people left on the island. Yəni adada yerli əhali qalmadı. Yəni nəticə olaraq Britaniyalılar yerli əhaliləri, buranın yerli əhalisini darmadağın edirlər. Orada heç kim qalmır. Ona görə 1, 2, səhv, 3, 4-də. Most of the Europeans on the island were immigrants from Great Britain. Bu düzdür. Adada yaşayan əhalinin, yerli əhalinin, daha doğrusu Avropalıların əksəriyyəti Böyük Britaniyadan gələn mühacirlər idi. Baxın, many of the Europeans living here were immigrants from Great Britain. Bu düzgün variantdır. 4-də nə deyir? The island has been populated by half a million people. Adanın yarım milyon əhalisi var deyir. Bu düzdür, onsuz da burada verilmişdir. Is home to about half a million people. Eyni şeydir, yəni əhalisi o qədərdir. Yəni orada o qədər adam yaşayırsa, deməli əhalisi o qədərdir. 3, 4 A bəndi. 25-də what was the result of Black Wars? Deyir ki, bu qara müharibələrin nəticəsi necə oldu? Dedik ki, orada yerli əhali məğlub olur. Yəni orada bir dənə də yerli əhali qalmır. The Europeans took control of the island. Adanın idarəsini Avropalılar ələ keçirir. Bu düzgün variantdır elə A bəndində. Burada baxın. Deməli, when those wars ended, bu müharibələr başa çıxanda there were no native people left on the island. Adada yerli əhali qalmadı. And it was governed by Europeans. Avropalılar tərəfindən to govern idarə etməkdir. Avropalılar tərəfindən idarə olunurdu. Deməli, A bəndi düzdür. Digər variantlar onsuz da səhvdir. The Europeans let the native people choose their government. Yəni hökuməti seçməyə icazə verdilər. Yerli əhalinə bu təbii səhvdir, heç kim qalmamışdı. The number of Europeans decrease in Tasmania. Avropalıların sayı azaldı Tasmaniyada. Əksinə nativelər, yerli əhalilər getdi oradan. The Europeans left the island of Tasmania. Adanı tərk elədi Avropalılar. Europeans and native people started to live together. Yerli əhali ilə Avropalılar birlikdə yaşamağa başladı deyir. Amma orada bir dənə də yerli əhali qalmadı müharibədən sonra. 26-da mətrimiz nə haqqında da deyir? The main port of Tasmania, Tasmaniyanın əsas limanı, bu ümumiyyətlə biz Tasmaniyadan danışırıq. Ümumilikdə, təkdə onun bir limanından falan danışmadıq. A state named after its discoverer, yəni onun kəşfindən sonra onu kəşf eləyənin şərəfinə adlandırılan bir ştat. Bu B bəndi düzgün variantımızdır burada. Səhv gedib cavablarda. Yəni şagird səhv işarə eləyib. C bəndə a well-known British explorer, məşhur bir Britaniyalı kaşif, səyyah deyək, kaşif deyək. C bəndə də deyil. The industry of the island state, yəni ada ştatının sənayesi, biz təkcə sənayesindən danışmırıq. Y-də the largest city in Australia, Avstraliyada ən böyük şəhər deyir, amma Tasmaniya Avstraliyanın ən kiçik ada ştatı idi. Ona görə də burada düzgün variant B bəndidir. 27-yə baxaq. To find or learn something for the first time. İlk dəfə bir şeyi tapmaq və yaxud da öyrənmək. Düzgün yazılıbdır. Paragraf 1-dən istəyir. Discover sözüdür. Ki, burada verilmişdir. Harada? Discover. Tasmania was discovered by the Dutch explorer Abel Tasman in 1642. 28-də indigenous. Indigenous yerli deməkdir uşaqlar. Paragrafda da onu verib. Indigenous-a native deyə bilərəm. Düzgünlüyə əgər varsa paragraf 2-də və olmamış olmaz. Native people deyir burada. Indigenous native deyirsən. 29-da the Tasmanians are also good at. Tasmaniyalılar həm də yaxşı idilər. Nələrdə yaxşı idilər? Cümləmizi tapırıq. Burada baxın, they are also good at. Bu isə bizim sualda verilibdir. Cavab olan hissəmiz buradan başlayır. Bura qədər. Məsələn, burada producing, istehsal eləmək, bunu düzəltmək verə bilərsiniz, yaratmaq verə bilərsiniz. Produce'un birbaşa sinonimi manufacture'dır. Manufacturing. A lot of-u dəyişə bilərsiniz. Several, many verə bilərsiniz. Several, many goods which play a key role in the economy of the state. Bir neçəsini dəyişmək olar burada. Bir də inşada nə deyir burada? Which country in the world would you like to visit and why? Keçənlərdə elə demək olar buna yaxın bir şey düşmüşdü inşa. Dünyada hansı ölkəyə
Hansı ölkədə olmaq istəyərsən, yəni ora hansı ölkəyə səfər eləmək istəyərsən və niyə? Səbəbini yazırıq, bir də getmək istədiyin ölkəni yazırıq. Bu da oldu bizim məzunların imtahanı. Gördüyünüz kimi imtahan da elə də çətin deyildi. Hər birinizə uğurlar.